Bugünkü webinarımız çox mühüm bir məsələyə həsr olunmuşdur. Alternativ təbabətin qollarından biri olan omela terapiyaya həsr olunmuşdur. Mən bir tibb elmləri doktoru kimi, mama ginekoloq, endokrinoloq kimi, həm də bir inteqrativ təbabət üzrə ekspertəm. E, Bugün sizə omela terapiyanın müxtəlif sahədə, tibbin müxtəlif sahələrində, xüsusilə ginekoloji sahədə üstünlüklərindən danışacağım. Yəqin ki, mənim səsim eşidilir, yəni problem yaratmır. İstəyirəm webinarı açıq elan edim və başlayaq. Eee, Bugün sizə uşaqlıq boyunu patologiyaları haqqında danışacağım. Eee, Məlumdur ki, onkoloji xəstəliklər ürək-damar sistemi xəstəliklərindən sonra deməli ölüm göstəricilərinə görə ikinci yerdə durur. Qadın reproduktiv orqanlarının xəstəlikləri arasında, xüsusilə onkoloji xəstəlikləri arasında uşaqlıq boynu xərçəngi süd vəzisi xərçəngindən sonra ikinci yerdə dursa da, ölüm göstəricilərinə görə birinci yeri tutur. Ümumiyyətlə, şu il ərzində Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə uşaqlıq boynu xərçəngi il ərzində 604 min xəstədə, qadında aşkar olunur ki, bunların da 342 mini ölümə məhkum olunur. Uşaqlıq boynu xərçəngi 35-45 yaşları arasında olan qadınlar arasında daha çox rast gəlinir. Yaşa görə rast gəlinməsində iki pik dövr ayırd edilir. Birinci pik dövr 30-34 yaşlara düşür. Belə ki, hər 100 min qadından 21 qadında belə uşaqlıq boynu xərçəngi aşkar olunur. İkinci pik isə 80-84 yaşlara düşür. Belə ki, hər 100 min qadına 14 nəfər qadın düşür. Birinci pik papilloma virus infeksiyasının, hansı ki, uşaqlıq boynu xərçəngi yaranmasında əsas etioloji faktorlardan biri sayılır. Onun çox rast gəlinməsi ilə aktiv cinsi əlaqə ilə əlaqələndirilir. İkinci pik isə yaşla əlaqədar olaraq qadınlarda xərçəng riskinin artması ilə əlaqədardır. Uşaqlıq boynu xərçənginə görə və o cümlədən xərçəng yönü xəstəliklərinə görə müəyyən bir risk qrupları vardır. Bu risk qruplarına etnik mənsubiyyət, aşağı sosial-iqtisadi durum, yaş, yəni erkən yaşlarda nikahın olması, erkən doğuşlar bura aid edilir. Erkən cinsi həyat, çox partnyorlu partnyorun olması, siqaret çəkmə, yetərsiz pəhriz, kombinə olmuş oral kontraseptivlərdən uzun müddət istifadə, çoxsaylı doğuşlar, immunosupressiv preparatlarla uzun müddətli müalicə, rutin skrininqin aparılmaması bunlar uşaqlıq boynu xərçənginə risk yaradır. Son illər deməli, cinsi yolla yoluxan infeksiyaların uşaqlıq boynu xərçənginin yaranmasında xüsusi rolu qeyd edilir. Bu, uşaqlıq boynu xərçənginin yaranmasına səbəb olan infeksiyalardan biri insanın papilloma virus infeksiyasıdır. 200-dən çox serotipin olmasına baxmayaraq, bunlar arasında uşaqlıq boynu xərçənginin yaranmasına görə yüksək onkogen ştamlar xüsusi rol oynayır. Bəs yanaşı gedən cinsi yolla yoluxan infeksiyalar, xlamidiya, insanın sadə herpes virusu necə? Onlar uşaqlıq boynu xərçənginin papilloma virus qədər törədə bilirlərmi? Belə hesab edirlər ki, bu infeksiyalar papilloma virusla yanaşı olduqda uşaqlıq boynu xərçəngin yaranma ehtimalını daha da artırırlar. Məsələn, xlamidiya ilə insanın papilloma virus infeksiyasının birgə təsadüf etməsi bu uşaqlıq boynu xərçəngini yaranmasını 50% artırırsa, insanın sadə herpes virusunun, yəni genital herpesin birgə müşahidə olunması 2 dəfə artırmış olur. Siqaret çəkən qadınlarda yastı hüceyrəli xərçəng daha çox rast gəlinir. Çox partnyorun olması, bunlar adətən cinsi yolla yoluxan infeksiyalarla əlaqələndirirlər. Kombinə olmuş oral kontraseptivlərə necə? Biz ailə planlanması üzrə bir klinik protokolu oxumuşuq və ginekoloqlar bununla tanışdılar. Məlumdur ki, kombinə olmuş oral kontraseptivlərin uzun müddət istifadəsi yumurtalıq xərçəngi və endometriumun hiperplastik prosesləri xərçəng yönü xəstəliklərinin qarşısını alsa da, yəni profilaktika üçün istifadə edilsə də, uşaqlıq boynu xərçəngi yaranması üçün riskdir. Estrogenlər uşaqlıq çoxqatlı yastı epitelin hiperplaziyasına, proliferasiyasına səbəb olur. 5 ildən artıq istifadə edildikdə uşaqlıq boynunun problemlərini yarada bilər. Ona görə belə qadınların mütəmadi yoxlanılması tövsiyə olunur. 3 və daha artıq doğuşu olan qadınlar az doğuşu olan qadınlara nisbətən uşaqlıq boynu xərçənginə az tutulmuş olurlar.
Ümumdünya Səhiyyə Təşkilatı uşaqlıq boyun xərçənginə görə skrininq müayinənin aparılmasını mütləq hesab edir. Belə ki, ə, bəzi ədəbiyyatlarda 30 yaşdan etibarən 5 ildən aparılması tövsiyə olunur. Amma son illər verilən tövsiyələrə görə skrininqin 21 yaşdan başlanması tövsiyə olunur. Yeniyetmələrdə aparılması tövsiyə edilmir. 21-30 yaşlar arasında 3 ildən bir sitoloji müayinə ilə, yəni pap smearla aparılması tövsiyə edilir. 30 yaşdan sonra isə ya kotest şəklində, kombinə şəklində, yəni 5 ildən bir HPV ilə smearın birgə aparılması tövsiyə edilir, ya da 3 ildən bir tək smearla aparılması tövsiyə olunur. Amma burada bir şərt var. Əgər əvvəlki pap smear nəticələrin normaldırsa, yəni NILM yazılır burada, Bethesda təsnifatına görə normaldırsa, onda 3 ildən bir aparılması tövsiyə olunur. Ümumiyyətlə, smearın tək başına həssaslığı məhduddur. Belə ki, pap smearla bəzən biz mövcud xərçəng vəziyyətlərində normal nəticələr görə bilərik. Onun həssaslığı 40-60% təşkil edir. Şübhəli hallarda köməkçi müayinələrə, yəni HPV-nin təyin edilməsi genotipinin kolposkopik müayinələrə müraciət edilməsini tövsiyə edirik. 30 yaşdan sonra HPV testinin aparılması tövsiyə edilir. Bəs 30 yaşa qədər niyə aparılmırdı ki HPV testi? Ona görə ki, cavan adamlarda HPV papilloma virus necə daxil olubsa, elə də eradikasiya oluna bilər immun sistemin vəziyyətindən asılı olaraq. Ona görə də ona qədər yoxlanması tövsiyə edilmir. 30 yaşdan 65 yaşa qədər olan pasiyentlərdə biz dedik kotest şəklində aparılır. Bəs 65 yaşdan sonra onun aparılmasına ehtiyac varmı? Bu halda aparılır ki, əgər 65 yaşdan sonra qadın aktiv cinsi həyat sürürsə, skrininq aparılmalıdır və 65 yaşdan sonra əgər son 10 il ərzində 3 pap smear analizi negativ gəlirsə, skrininq dayandırıla bilər. Uşaqlıq boynu xərçənginin yetərli skrininq proqramının tətbiq edilməsi uşaqlıq boynu xəstəliklərini hətta xərçəng yönlü vəziyyətdə aşkar etməyə imkan verir. Ümumiyyətlə, uşaqlıq boynu xərçəngi birdən-birə əmələ gəlmir. O bir xərçəng yönlü xəstəlik vəziyyətindən keçir və illər boyu bu proses davam etdikdən sonra xərçəngə çevrilir. Hətta papilloma virus aşkar olunan pasiyentlərdə 7 ildən sonra uşaqlıq boynu xərçəngönü vəziyyətləri yarana bilər. 30%-də papilloma virus aşkar olunan pasiyentlərin 30%-nə gələcəkdə uşaqlıq boynu xərçəngi yarana bilər. Yəni, hər papilloma virusun olması uşaqlıq boynu xərçəngi olacağı anlamına gəlmir. Skrininq müayinələr pap smearla ən çox aparılır. HPV-in genotipinin təyin edilməsi və lazım gəldikdə kolposkopik müayinənin aparılmasına əsaslanır. Kolposkopik müayinə bir çox ölkələrdə çox bahalı bir metod olduğuna görə o xüsusi göstəriş olanda aparıla bilər. Deməli, hər anormal pap smear nəticəsi malignizasiya haqqında düşünməyə əsas vermir. Ola bilər ki, anormal smeardır, amma altında heç bir problem yatmır, iltihabi bir proses yatır. Və yaxud da uşaqlıq boynu xərçəngi var, amma pap smear nəticəsi normal ola bilər. Bu da yalançı negativliyi təmsil edir. Düzgün alınmış pap smear 70-95% halda uşaqlıq boynu neoplaziyalarını aşkar etməyə imkan verir. Bəs HPV-yə gəldikdə, məlumdur ki, uşaqlıq boynu xərçəngi aşkar olunan pasiyentlərdə 99% HPV pozitiv ola bilər. Bunların 70%-də HPV 16 və 18, 20%-də isə 31, 33, 45, 52, 58-ci serotiplər aşkar olunur. 16-cı serotip çox vaxtı yastı epitel xərçəngi ilə üst-üstə düşür. Məsələn, adenokarsinoması olan pasiyentlərdə isə HPV 16 serotipi daha çox müşahidə olunur. Servis xərçəngi xəstəlikləri və xərçəngin yaranmasında deməli HPV-nin 99% rast gəlinməsi mümkündür. HPV mövcudluğu bəs xərçəng haqqında düşünməyə əsas verirmi? Yəni HPV pozitivsə bu demək deyil ki, o pasiyentdə mütləq xərçəng var. Yəni düzdür, koilotsitoz ola bilər, dəyişikliklər ola bilər, amma bu xərçəng anlamına gəlmir. Bir də bunun rutin olaraq 30 yaşa qədər olan pasiyentlərdə yoxlanması o qədər də tövsiyə olunur. Bəs kolposkopiyaya gəldikdə anormal smear nəticələri və yüksək riskli HPV-lər aşkar olunduğu halda tövsiyə olunur. Bir də mütləq surətdə
Deməli biz bilirik ki, pap smear bizə istiqamət verir. O son diaqnozu qoymağa əsas vermir. Son diaqnoz kolposkopiya ilə alınmış biopsiya materialının, yəni məqsədyönlü biopsiya materialının histoloji müayinəsindən sonra diaqnoz qoyulur və müalicə taktikası seçilir. HPV cinsi yolla yoluxan infeksiyadır, DNT tərkibli infeksiyadır. O epiteliotrofik xüsusiyyətə malikdir. Özü çox qatlı yastı epiteli bazal qatdan başlayaraq zədələməyə başlayır. Göründüyü kimi, bayaq dediyim kimi, HPV ilə yoluxan xəstələrdə yaxın 7 il ərzində servikal intraepitelial deməli neoplaziyaların, yəni xərçəng yönü vəziyyətlərin yaranma ehtimalı 15% təşkil edir. Smear'la necə müqayisə etmək olar? HPV mi üstündür, Smear mı? Ümumiyyətlə, hər iki testin üstünlükləri vardır. Qısa müddətlə aparılan HPV testləri Smear'la eyni anlama gəlir. Yəni, nəticələri eynidir. Amma uzun müddətli izləmələrdə fərq bəllidir. HPV testi burada etibarlı testlər sırasına daxil olur. Bayaq dediyim kimi 18-ci serotip ən çox adenokarsinomanın, deməli 18-ci, 16-cı serotip çox qatlı yastı epitelin problemlərini üzə çıxarmağa əsas verir. Amma bir şey deyirəm ki, məsələn, uşaqlıq boynunun məsələn, adenokarsinoması, yəni silindrik epiteldən inkişaf edən bədxassəli törəməsi üçün Smear o qədər də informativ sayılmır. Skrining müayinələrə bayaq dediyim kimi sitoloji müayinə, deməli HPV testinin qoyulması, bundan sonra isə kolposkopik biopsiya aiddir. Bəzən çox təəssüflər olsun ki, həkimlər Bethesda təsnifatında istifadə olunan bu sitoloji müayinə ilə histoloji nəticələri səhv salırlar. Servikal intraepitelial neoplaziyanı sitoloji müayinə kimi hesab edirlər. Təəssüflər olsun ki, bu cavablar eyni ilə pap smear nəticələrində də gəlir. Nəticədə yazılar CIM1, yəni servikal intraepitelial neoplaziya 1, 2, 3. Servikal intraepitelial neoplaziya, əvvəllər biz buna displaziya deyirdik. İndi yeni adı servikal intraepitelial neoplaziyadır. Əvvəllər yüngül, orta, ağır dərəcəli displaziyalar deyirdiksə, indi uyğun olaraq buna servikal intraepitelial neoplaziya 1, 2, 3 deyirik. Servikal intraepitelial neoplaziya histoloji diaqnozdur, sitoloji diaqnoz deyil. Onu pap yaxma nəticələrini çıxartmaq düzgün deyil. Sitoloji nəticələr askus, HiSil, L-sil, yəni skvamoz epitelin lezyonu, yəni dəyişiklikləri adlandırılır və bundan sonra biz müəyyən istiqamət götürürük. Məsələn, L-sil aşağı deməli atipik dəyişikliyə məruz qalmış çox qatlı yastı epitelin dəyişikliyi deməkdir. O olanda mütləq sürətdə bir ola bilər kontaminasiyalardan götürdükdən sonra o normal bir sitoloji şəkil verə bilər. Biz sonda buna bir neçə misal göstərəcəyik. Onu təkrar götürmək məsləhət görülür. Lazımdır kolposkopiya olunur. Bəzən onun altından servikal intraepitelial neoplaziya 1 çıxa bilər. Yəni, orada biopsiya eləyəndə bu aşkar oluna bilər. Xüsusilə HPV-nin yüksək onkogen ştamların pozitiv olduğu şəraitdə bu belə bir nəticə alına bilər. HiSil çıxırsa, yəni yüksək dəyişikliyə məruz qalmış, atipik dəyişikliyə məruz qalmış, yəni böyük nüvələri olan, hiperxrom nüvələri olan, nüvə sitoplazma nisbəti dəyişilmiş, deməli hüceyrələrdir. Bu hüceyrələri gördükdə artıq biz bir siqnal çalır, deməli patomorfoloq və deyir ki, mütləq surətdə bu kolposkopik müayinəyə gedib biopsiya olunmalıdır bu pasiyent və bunun altından servikal intraepitelial neoplaziya 1 də çıxa bilər, 2 də çıxa bilər, 3 də çıxa bilər, nadir hallarda 1 çıxır və ona uyğun da müalicə taktikasını irəli sürə bilirik. Çox təəssüflər olsun ki, bəzən servikal intraepitelial neoplaziya 3 zənn edib altından karsinoma in situ-da görürük. Əslində, bəzi patomorfoloqlar CIN3 ilə, yəni servikal intraepitelial neoplaziya 3 ilə karsinoma in situ-nu eyni tuturlar. Əslində, bunlar eyni deyil, düzdür. Oxşar patomorfoloji quruluş olsa da, CIN3-də səthdə olsa da tək-tək sağlam hüceyrələr olur, amma karsinoma in situ-da bütün hüceyrə qatında problem olur. Amma heç birində, heç bir xərçəng yönü vəziyyətdə 0-cı mərhələdə olan preinvaziv xərçəng deyilən karsinoma in situ-da belə bazal membran zədələnmir. Dərin invaginatlar olsa da bazal membran zədələnmir. Əsas da onun xüsusiyyəti odur ki, invaziya yoxdur.
Uşaqlı boynu histopatoloji və sitopatoloji dəyişikliklər əsasında preinvaziv və invaziv zədələnmələri müəyyənləşdirən bir Bethesda təsnifatı müasir dövrdə təklif olunur. Son illər bu təsnifatdan geniş istifadə olunur. Yəni o bayaq dediyim askus, atipik, deməli altında yatan haysil olan atipik dəyişikliklər, çox qatlı yastı epitelin dəyişikliyi. Yəni burada göstərilən yəni negativ intraepitelial dəyişikliklər. Yəni belə bir təsnifatdan geniş istifadə olunur müasir dövrdə və çox maraqlıdır ki, pap yaxmaların deməli insanın papilloma virus infeksiyası nəzərə alınmaqla uşaqlıq boyunda yaratdığı dəyişikliklər də daxil olmaqla başqa bir təsnifatı verilir. Burada bir neçə təsnifatın müqayisəli təhlili verilir. Görünür ki, Papa Nikolay üzrə təsnifatı 5 sinifdə verilir. Sonra displaziya, yəni servikal intraepitelial neoplaziyadan öncə verilən bir təsnifatdır. Sonra servikal intraepitelial neoplaziya, sonra Bethesda təsnifatı və HPV-nin yaratdığı kolesitoz dəyişiklikləri bu cədvəldə təqdim etmişik. Çox maraqlıdır ki, göründüyü kimi Haysel'in altında ən çox yatır servikal intraepitelial neoplaziya 2-3, karsinoma in situ, bəzən burada servikal intraepitelial neoplaziya 1 də yata bilər. Ən çox LC'nin altında yatır servikal intraepitelial neoplaziya 1. Yəni askusdur, yəni sonra altda yatan haysil bu göstəricilərin çox vaxtı patomorfoloji müayinədə altından bir şey çıxmaya da bilər. Yəni biz bir Tibb Universitetinin patomorfologiya kafedrasında, bu patanatomiya kafedrasında bir möhtəşəm bir dissertasiya işi işləndi, başa çatdı, ərsəyə çatdı və orada da çox maraqlı bir bu Bethesda təsnifatının istifadə olunması ilə mükəmməl bir protokol verildi və o klinisistlərlə bir yerdə patomorfoloqların işinin düzgün təşkil olunması, düzgün diaqnoz qoymağa və son nəticədə düzgün müalicə etməyə imkan verir. Servikal intraepitelial neoplaziyalar deyək də 1, 2, 3 bunlar nədir və burada yəni orada taktika nədən ibarətdir? Servikal intraepitelial neoplaziyalarda dəyişikliklər, yəni xüsusilə papilloma virus infeksiyası bu problemi yaradırsa, dəyişikliklər bazal membranın üzərində olan bazal qatdan başlayır, yəni səthi qatdan başlamır. Məlumdur ki, uşaqlıq boynu çox maraqlı bir quruluşa malikdir. Uşaqlıq boynu kanalı daxili dəlikdən xarici dəliyə qədər hamilə olmayan, reproduktiv yaşda olan qadınlarda silindrik epitellə örtülüdür. Uşaqlıq boyunun uşaqlıq yoluna baxan hissəsi, uşaqlıq yolu çox qatlı yastı buynuzlaşmayan epitellə örtülüdür. Hamilə qadınlarda cinsi yetişkənliyə qədər dövrdə uşaqlıq boynu kanalının silindrik epiteli öz sahəsindən çıxaraq uşaqlıq boynunun uşaqlıq yolu hissəsinə keçir və görünür. Altdan vaginal güzgülərlə baxarkən görünür və bunu kolposkopiya ilə müəyyən etmək mümkündür. Bu da çox vaxtı estrogen çatışmamazlığı ilə əlaqələndirilir. Amma postmenopauza dövründə, premenopauza dövründə çox qatlı yastı epitel sanki uşaqlıq boynu kanalının içərinə keçərək sərhəddini dəyişir. Yəni kanalın müxtəlif səviyyələrində uşaqlıq boynu kanalın içərisində yerləşir. Çox vaxt yaşlı insanlarda adenokarsinoma, yəni silindrik epiteldən əmələ gələn xərçəng çox rast gəlindiyinə görə belə pasientlərdə pap yaxma ilə kifayətlənmirik. Çünki adenokarsinoma içəridədir. Biz uşaqlıq boynu kanalın içərisində əlavə olaraq qaşımalı oluruq. Servikal intraepitelial neoplaziya yüngül displaziya kimi təqdim ediriksə, problem başlayır epitelin alt 1/3 qatından. Alt 1/3 qatda problem olsa da səthi qatlar normal olur. Servikal intraepitelial neoplaziya 2 orta dərəcəli displaziyaya uyğun gəlir. Problem alt 3-dəki qatı əhatə edir. Səthi qat yenə sağlamdır. Servikal intraepitelial neoplaziya ağır, şiddətli displaziya. Burada bütün qatlar hamısı zədələnir. Karsinoma in situ-da da zədələnir. Bayaq dediyim kimi karsinoma in situ-da bütün hüceyrələr problemə cəlb olunduğu halda servikal intraepitelial neoplaziyada tək-tək də olsa səthi qatda deməli salamat hüceyrələr olur. Deməli servikal intraepitelial neoplaziya 1-3-ə irəliləyə bilər. Amma risk 10%dir. Amma çox zaman reqresiyaya uğrayır. Bu baxımdan həmin xəstələr dinamik nəzarətə götürülməlidirlər. Sin 2 və 3-də isə lazım olan edilməlidir. Çünki bu çox
ciddi bir problemde ilerleme ihtimali yüksektir. Burada Çin 2'de lip, Çin 3'te ise kanalizasiya edip xüsusilə HPV pozitivdirsə sonradan izləmələri artırmaq lazım gəlir. HPV-nin genotipləri təqdim olunmuşdur. Aşağı və yüksək riskləri əhatə edən bir genotipləri vardır. Və bu aşağı risklər xərçəng yaratma ehtimalı az olsa da əsasən kandilomalara səbəb olduğu halda yüksək risklər isə servikal xərçənglə əlaqələndirilir. Mən bir qədər dayanmaq istərdim. Servikal intraepitelial neoplaziyaların progressivləşməsi və regressiyası üzərində nə qədər tezliklə onlar progressivləşə bilər. Deməli, növlərindən asılı olaraq nə qədər ağır displaziyadırsa, onun progressivləşmə ehtimalı yüksəkdir. Servikal intraepitelial neoplaziyanın regressiya ehtimalı 60%dirsə, yəni o persistik 40% persistensiya eləyib 10% halda Çin 3'e keçə bildiyi halda invaziv xərçəngə 1% keçir. Ona görə də servikal intraepitelial neoplaziya aşkar olan pasientlərdə əməliyyat etməyib gözləmə taktikasını icra etmək olar. Servikal intraepitelial neoplaziya 40% regressiya olduğu halda Çin 3'e keçmə şansı 20%dir, 5% invaziv xərçəngə keçə bilər. Amma indi gəlin görək servikal intraepitelial neoplaziya 3 necə? Regressiya ehtimalı 33%dir, amma invaziv xərçəngə keçmə şansı 12%dir. Bu baxımdan kimdə Çin 3 aşkar olunubsa, daha radikal əməliyyat icra etmək lazımdır. Cavan adamdırsa, reproduktiv istəklərini saxlayırsa, belə pasientlərdə ən yaxşı variant kimi kanalizasiya icra etmək olar. Bu şərtlə ki, deməli, toxuma sağlam toxuma sərhədi, yəni götürülən patoloji dəyişikliyə məruz qalmış toxuma ilə sağlam toxuma sərhəddi bilinməli və cərrahi sərhəd qorunub saxlanılmalıdır. Bu çox vacib bir məqamdır, çünki təzədən residivləşmə ehtimalı, problemin dərinləşmə ehtimalı yüksək ola bilər. Son illər onkoloji praktikada demək, alternativ üsulların axtarışı böyük bir problem yaradır. Belə ki, mən sizə bir omela terapiya, öksək otu ilə müalicə, viskum albumla müalicə müxtəlif cür adlandırılır, haqqında danışmaq istərdim. Bir qədər tarixi ekskursiya etmək istərdim. Viskum album tarixi bizim eradan əvvələ gedir. Belə ki, Hipokratın vaxtından ağ öksək otu, yəni bu omela, melanxoliyanın müalicəsində geniş istifadə olunmuşdur. Daha sonralar bu deməli qaraciyər xəstəliklərində, sonra epilepsiyada, deməli başqa iltihabi xəstəliklərdə də öz üstünlüklərini göstərdi. Amma son illərdə hələ keçən əsrin axırlarından başlayaraq hazıra qədər bu preparat onkoloji praktikada da özünü doğrultmağa başladı. Xroniki iltihabi xəstəliklərdə deməli öz effektivliyini göstərdi və hal-hazırda böyük elmi bazaya malikdir və Cozan üzərində çox elmi tədqiqat işləri aparılıb, randomize olunmuş tədqiqatlar aparılır ki, bu preparat nə qədər onkoloji praktikada insanlara kömək edə bilər, uzun sürən ağır müalicələrin effektivliyini yaxşılaşdıra bilər. Helixor öksək otu 3 müxtəlif yarım növdən ibarətdir. Bizə bu preparatlar təqdim olunur. Steril süzülmüş, ampullara doldurulmuş, standartlaşdırılmış, suru, mayalanmamış təzə bütöv ekstraktlardır. Ağ şam ağacından, alma ağacından və küknar ağacının üzərində olan öksək otundan hazırlanır. Tərkibində olan ingrediyentlərə görə fərqli, məsələn, ekstrakt tərkibinə görə bir qədər fərqlənsə də, ümumi istiqamətləri birdir. Deməli, sizə Helixor A, M, P variantları təqdim edirik. Axşamda olan Helixor A, alma ağacında olan Helixor M və küknar ağacında olan Helixor P. Azərbaycana gələn formalar ən çox Helixor A və M formasıdır. Deməli, bu yığcamlaşdırılmış, hazır dozalanmış bir preparatdır. Azərbaycanda 1, 5, 20, 50, 100 milliqramlıq dozalar gəlir. Allergiyalı xəstələr, sistem xəstəlikləri olan pasientlərə ən çox Helixor A istifadə olunur. Helixor M də deməli, bu allergiyası olmayan pasientlərdə indi özünün tətbiq sahələri var. Birazdan bunun üzərində dayanacağıq. İstifadə edilir. Helixor bir həm də şirkətin adıdır. 1975-ci ildən integrativ onkologiyada öksək otu və milad gülündən istifadə olunan dərman preparatlarının aparıcı beynəlxalq istehsalçılardan biri kimi fəaliyyət göstərir. Məqsəd
xərçəng xəstələrinə yaxşı araşdırılmış təbii məhsullar təklif etmək, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq, ənənəvi xərçəng müalicəsində yan təsirləri azaltmaq və xəstələrin ömrünü uzatmaqdan ibarətdir. Öksəyotu haqqında klinik məlumatlar üzərində dayansaq, görərik ki, xərçəngin təbii müalicə üsulu olaraq öskəyotu ən geniş tədqiqat bazalarının birinə malikdir. Bugünə qədər 3000-ə yaxın elmi nəşr, 150-dən çox klinik tədqiqat, o cümlədən bu döv üzrə 40-dan çox prospektiv randomizə olunmuş klinik sınaq mövcuddur. Öskəyotu terapiyası dəraltı inyeksiya şəklində Alman dilli ölkələrdə ən çox təyin olunan onkoloji müalicə üsullarından biridir və keyfiyyətin yaxşılaşdırılması üzrə tövsiyə kimi süd vəzi xərçənginin müalicəsi üçün Amerika Klinik Onkologiya Cəmiyyətinin təlimatlarına daxil edilmişdir. Helixor deməli, haqqında müəyyən klinik sübutlar var. İlk dəfə olaraq Helixorun sitostatik preparat kimi farmakoterapiyasında istifadə olunması məsələsi ortaya qoyulmuşdur. Kimyoterapiya ilə birlikdə yaxşı tolerə edilir və farmakokinetikada heç bir dəyişiklik aşkar yaratmır. Nəticə itibarilə tək agentli kimyoterapiya ilə müqayisədə 30% yüksək dozası tətbiq oluna bilər. Həmçinin Helixorun dozasından asılı olaraq neytrofillərin sayının artması tendensiyası çox nadir hallarda doza həddinin aşılması ilə əlaqədar neytrofillərin cüzi miqdarda azalması müşahidə oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sertifikatlarını almışdır hər bir doza. Rəsmi sertifikatları vardır. Deməli, biraz mən öskəyotu ilə terapiya və ənənəvi terapiya müqayisəsini vermək istərdim. Ənənəvi terapiya, cərrahiyyə, kimyoterapiya, radioterapiya, antihormonal terapiya, bunlar hamısı şiş hüceyrəsində müalicə aparıldıqda şiş hüceyrəsinə diqqət yetirilir, patogenezinə fikir verilir. Amma öskəyotu terapiyası ən çox həyat keyfiyyətlərini yaxşılaşdırır, yorğunluq və şişlə bağlı ağrıları azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, immun modulyasiya ilə immun sistemi gücləndirir, ənənəvi xərçəng müalicəsindən dözümlülüyü artırır, şiş apoptozunun induksiyası üçün preklinik göstəriciləri yaxşılaşdırır, anti-angiogeniz deməli təsiri vardır, yəni angiogenezi inhibisiya etmək xüsusiyyətləri vardır və bütün bunlar göstərilir ki, bu pasiyentin vəziyyətinə diqqəti artırır və bu salutogenetik təsir göstərir. Pasiyent üçün və həkim üçün faydaları vardır. Həkim üçün faydaları nədən ibarətdir? Xəstənin vəziyyətinə asılı olmayaraq istənilən şiş prosesində onkoloji müalicənin bütün mərhələlərində xəstəyə sağlamlıq, fiziki, emosional və psixoloji, sosial funksiyaları dəstək olur. Asan və fərdi müalicədir, istənilən vaxt başlanıla bilər. Digər onkoloji müalicəyə dözümlülüyü artırır, xəstələri ürgətmək bir neçə dəqiqə çəkir. Pasiyent üçün üstünlükləri təbii davamlılığı artırır, xərçənglə əlaqədar simptomları aradan qaldırır, ənənəvi xərçəng müalicəsinin yan təsirlərini aradan qaldırır, yəni bir növ dəstəkləyici təsir göstərir, müsbət psixoloji təsir göstərir, istifadəsi asandır. Yəni pasiyentin özü də bunu istifadə edə bilər. Tərkibində glikoproteinlər var, polipeptidlər, peptidlər, oligo və polisaxaridlər, flavonoidlər, triterpenlər vardır ki, bunların da çox maraqlı immun hüceyrələrə təsir xüsusiyyətləri var ki, makrofaqları aktivləşdirir, qranulositlərin, fagositlər aktivliyini artırır, demək, T helperlərin stimulyasiyasını edir, antioksidant, protektor xüsusiyyətləri var, immun protektiv xüsusiyyətləri var və bunlar deməli, bu sitostatik deməli, təsir göstərir, yəni sitotoksik təsir göstərir və onlar hüceyrələrin bölünməsini demək, dayandırır, apoptozu induksiya edir və bununla bərabər angiogenezi azaltmaqla şiş hüceyrələrinin inkişafına mane olur. Farmakoloji təsirləri çoxdur. İmmun modulyasiya edici təsiri vardır. Məsələn, onun tərkibində olan deməli, preparat maddələr immun protektiv təsir göstərən limfositlərin deməli funksiyasına müsbət təsir göstərir, fagositlər aktivinin artmasına təsir göstərir. Yəni tərkibində olan deməli ingrediyentlər, tərkibində olan maddələr, hansı ki glikoproteinlər, polipeptidlər, peptidlər, oligo və polisaxaridlər, flavonoidlər, triterpenlər, bunlar
sitostatik təsir göstərirlər, apoptozu deməli induksiya etmək xassiyyətinə malikdirlər, immunprotektiv xüsusiyyətə malikdirlər və bu xüsusiyyətlər onun deməli şiş əleyhi təsirini üzə çıxartmağa imkan verir. Bayaq dediyim kimi bu preparatların immun modulyasiya edici təsirləri var. Bundan əlavə iltihab əleyhinə, virus əleyhinə, şiş əleyhinə, proliferasiya əleyhinə, metastaz əleyhinə, analgetik, antioksidant, qanın reoloji xüsusiyyətlərinə ya müsbət təsiri vardır. Yəqin ki, səsim yaxşı gəlir də, bayaqları bir problem yarandı, texniki bir problem. Yəni, iradlarınızı orada yazardınız, biz də bilərdik. Deməli, göstərişlər hansılardır? Xroniki infeksiyalarda tətbiqi. İnfeksiyalar, papilloma virus, sadə herpes virusu 1, 2, deməli, su çiçəyi, Epstein-Barr, insanın deməli, herpes virusu, sitomegalovirus, xroniki hepatitlər, xroniki xlamidioz və digər infeksiyalar, QİÇS infeksiyası, residivləşən qrip infeksiyalarında dəri və yuxarı tənəffüs yollarının, sistik cinsiyyət yollarının xroniki infeksiyalarına, xüsusən kandidozlarda geniş istifadə oluna bilər. Heliksor papilloma virusun törətdiyi problemlərdə də müsbət təsir göstərir. Belə ki, dəridə olan ziyillər, yəni papillomalarda, selik şanın deməli bu cür dəyişiklərində, kandilomalarında, məsələn, genital, oral, konjunktival deməli istifadə oluna bilər. Şiş xəstəliklərinin çox müxtəlif, məsələn, beyində olan, tiroid vəzidə, ağciyərdə olan, deməli, bədxassəli işlərdə, dəridə olan işlərdə, prostat vəzi, xəyaların işlərdə istifadə oluna bilər. Pasiyentin ümumi vəziyyətinin pisləşməsi hallarında, deməli, kəskin mərhələdə olmayan allergik və autoimmun xəstəliklərdə və kimya radioterapiya zamanında preparatın istifadəsi tövsiyə olunur. Çox vaxt burada Helixor A preparatı istifadə olunur. Helixor M preparatı isə ginekoloji praktikada daha çox istifadə olunur. Deməli, süd vəzsin yumurtalıqların bədxassəli işlərində mədə bağırsaq xərçəngi, qida borusu, qaraciyər problemlərində yaxşı təsir göstərir. Ümumiyyətlə, dözümlülüyü, kimyoterapiyaya qarşı dözümlülüyü də artırmış olur. Bir neçə misal göstərmək olardı. Məsələn, heyvanlar üzərində aparılmış tədqiqatdır. Deməli, Helixor preparatı deməli, siçanlar üzərində aparılıb bu tədqiqat. Şiş olan siçana yeridilir, bir neçə siçana yeridilir və müəyyən olunur ki, 38% heyvanlarda şişin tam reqressiyasına nail olmaq mümkün olmuşdu. Bir də ki, həyat keyfiyyəti göstəricilərinə öyrənmək üçün Helixor preparatını təyin etmişlər və müəyyən etmişlər ki, Helixor alan və Helixor almayan xəstələr kimyoterapiya alan pasiyentlərdir. Bunlarda həyat keyfiyyəti göstəriciləri necə dəyişir? Ağrı, ürəkbulanma, qusma, diareya, tənginəfəslik. Bunlar Helixor alan, yəni narıncı rəngdə görünür, pasiyentlərdə daha yaxşı effekt verir. Yəni daha da azalır bu əlavə təsirlər. Amma kimyoterapiya alan pasiyentlərdə bu göstəricilər boz rəngdə görsənir, daha yüksək rəqəmlərdədir. Preparat dəri altı, qarna, buda, bazın nahiyəsinə inyeksiya olunur. İnyeksiya etmək olmaz hara? Dərin iltihabi bölgələrinə, radiasiya sahələrinə, çapıq toxumasına, cərrahi sahələr ki, hansı ki, təyin olunub ki, burada əməliyyat olunacaq, limfa düyünləri götürüləcək ora, təyin etmək olmaz. Digər preparatlarla eyni vaxtda bir şprisdə yeridilmir. Biz ən çox papilloma virus infeksiyalarla üz-üzə dururuq. Belə ki, bu preparat bu zaman müalicədə Helixor M preparatı istifadə olunur. 6 həftə boyunca tədricən artan dozada həftədə 3 dəfə, bəzən reaksiya olunda 2 dəfə də etmək olar. 1 milliqramdan başlanılır. Birinci həftə 1 milliqram, ikinci həftə 5, üçüncü həftə 20, sonra 50, 100 milliqram deməli təyin olunur. 6 həftə boyunca təyin olunur. Göbək ətrafı paraumbilikal təyin etmək olar, əzələ daxilinə vurmaq olmaz.
Dörd nöqtəyə, hətta bir neçə nöqtəyə də vurmaq olar və nöqtələr arasında məsafəni gözləmək lazım. Çünki yerli reaksiyalar ola bilər 5 sm qədər, 5 sm-dən böyük. Bunları izləmək üçün, o qızartını izləmək üçün yaxşı olar ki, bir-birdən aralı vurulsun iynələr, dəraltı yeridilir. Bəzən intralezyonal da yeritmək olar. Yəni birbaşa xəstə toxumanın özünə də yeritmək mümkündür. Vena daxilində də istifadə etmək olar. Yenə də tədricən artan dozalardan başlanılır. Kəskin virus infeksiyalarında, allergik reaksiyalar olanda istifadə etmək olmaz. Hətta bəzən 600 mg-a qədər dozanı artırmaq mümkündür. Bəzən əlavə reaksiyalar, qripə bənzər reaksiya, hərarət də meydana gələ bilər. Yenə də bunu nəzarət altında vurulmalıdır. Demək, əks göstərişlər kəskin iltihab və qızdırma ilə gedən xəstəliklər, öksəyotu preparatına qarşı məlum allergik reaksiya, kəskin fazada olan və immunosupressantlarla müalicə olunan autoimmun xəstəliklər, taxikardiya ilə hipertireoidizm, hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Mümkün reaksiyalar hansılardır? Qızartıya fikir vermək lazımdır. Qripə bənzər vəziyyətlərə və hərarətin olmasına fikir vermək lazımdır. 5 sm-dən böyük, 5 sm-ə bərabər və 5 sm-dən kiçik qızartı reaksiyaları ola bilər. 5 sm-dən az olan reaksiyalarda deməli preparatın istifadəsi müvəqqəti dayandırılır. Qızartı keçəndən sonra köhnə dozada, əvvəlki dozada davam elətdirilir. 5 sm-ə bərabər olduqda yenə də dayandırılır istifadə və doza bir səviyyə aşağı salınaraq demək davam etdirilir. Üçüncü vəziyyət isə 5 sm-dən iri qızartılardır. Belə olan təqdirdə yenə preparatın istifadəsi dayandırılır. 2 səviyyə doza aşağı salınır və bir müddət istifadə etdikdən sonra tədricən artan dozalarda istifadə olunmağa başlayır. PubMed-də ümumiyyətlə Elixorun istifadəsinə aid çox saylı məlumatlar vardır. Bu məlumatlar deməli içərisində uşaqlıq boynu xərçənginin müalicəsində olan məlumatlar bir qədər azlıq təşkil edir. Xüsusilə intralezyonal, yəni xəstə toxumanın özünün inyeksiya olunması haqqında məlumatlar demək olar ki, yoxdur. Tək-tək məlumatlar vardır. Mən bir məlumatın üzərində dayanmaq istərdim. 2018-ci ildə deməli bir maraqlı bir Medicine jurnalında 2018-ci ildə belə bir məqalə dərc olunmuşdur. Bu case reporting prinsiplərinə əsaslanan yəni bir case üzərində, bir klinik hal üzərində icra olunan bir məqalə idi, yazılan bir məqalə idi, diqqətimizi çox çəkdi. 47 yaşında Peru əsilli bir qadındır, bədən çəkisi 58 kiloqram, boyu 1 metr 67 santimetr. Uşaqlıq boynu xərçəngönü xəstəliyi və xərçənginə görə heç bir risk amili yoxdur. Həftədə 1-2 stəkan şərab içir. 8 il əvvəl servisit və yastı hüceyrələri metaplaziya. Metaplaziya xərçəng demək deyil, hüceyrə dəyişikliyidir. Diaqnozu qoyulmuş və heç bir müalicə almamışdır. Uşaqlıq boynunun biopsiyası aparılmış və yüksək dərəcəli sonradan displaziya aşkar edilmişdir. Və Gen 3 diaqnozu qoyulduqdan 9 ay sonra, görün nə qədər üstdən vaxt keçib, servikal konizasiya olunmuş və karsinoma in situ təsdiqlənmişdir. Əməliyyatdan 3 ay sonra kontrol biopsiya aparılmışdır və histoloji müayinə patoloji ocağın endoservikal sahəyə sirayət etməsi səbəbindən tam götürülməməsini təsdiqləmişdir. Yəni, bu cərrahi sərhəd qorunmayıb. Həkim tərəfindən radikal histerektomiya tövsiyə edilmişdir, yaşını nəzərə alaraq, həm də reproduktiv istəklərini həyata keçirmiş qadın idi. Xəstə bu müdaxilədən imtina etmiş və alternativ müalicə üsulu olaraq omeloterapiyanı seçmişdir. Deməli, bu histoloji müayinələrdir, hansı ki, uşaqlıq boyunun biopsiyası aparılıb, karsinoma in situ təsdiq olunmuşdur və sonradan müalicədən sonra, 9 həftəlik müalicədən sonra sağ tərəfdə olan göstərici artıq problemin yavaş-yavaş aradan götürülməsini göstərir. Karsinoma in situ stadiyasından, mərhələsindən skin bir mərhələsinə keçişi göstərir. Deməli, pasiyent uzun müddətli bir müalicə alır. Çox maraqlıdır. İlk həftələrdə nəinki paraumbilikal, eyni zamanda deməli, intralezyonal bir müalicəni alır 20 mg dozada, amma paraumbilikal 0,2-dən tədricən artırıla gedir. Müalicə aparılır, deməli, 8-ci həftənin sonunda artıq
nəticə göz qabağında olur. Servikal intraepitelial neoplaziya 1-ə keçid olur və artıq bir neçə aydan sonra, 13 aydan sonra tamamilə servikal intraepitelial neoplaziya aşkar olunmayıb. Yəni tam normal bir klinik görüntü olur. Hər bir neçə aydan bir pasiyentə nəzarət olunur, 6 aydan bir nəzarət olunur. Ümumiyyətlə, belə pasiyentlər ilk 2 il ərzində 6 aydan bir nəzarətə götürülməlidirlər. Və maraqlıdır ki, 36 ay müddətində aparılan, yəni son 30-dan 36-ya qədər aparılan müayinələrdə ümumiyyətlə servikal intraepitelial neoplaziya aşkar olunmamışdır. Bu xəstəyə tətbiq olunan dərmanların dozasıdır və hansı həftələrdə hansı preparat təyin olunub. Göründüyü kimi sağ tərəfdə olan göstəricilərdə kolposkopik görüntülər tam normal və Papa Nikolay üzrə görünən görüntülər də tam normal şəkil vermişdi. Şiş və peritumoral toxumada mikrosirkülator dəyişikliklər necə baş verir? ÖSYT eskilatı tətbiq etmədilməzdən əvvəl damar şəbəkəsində, yəni kapilyar damarlarda, arteriollarda qanın paylanması sol tərəfdə göstərilir və 28 gün müalicədən sonra sağ tərəfdə artıq deməli əhəmiyyətli dərəcədə dəyişikliklərin olması görünür və bu da ÖSYT-nun anti-angiogen təsiri ilə əlaqələndirilir. Biz də öz klinik praktikamızdan bir neçə misal göstərmək istərdik. Belə ki, birinci misalda, birinci klinik halda, deməli, pasiyent müraciət edib 30 yaşında, deməli, ilk cinsi əlaqə 21 yaşında olmuşdur. Anamnezində 3 hamiləlik, 2 doğuş, 1 abort olmuşdur. Deməli, HPV 16 pozitivdir. Əvvəlki pap smear nəticəsi, məsələn 2023-də olan pap smear nəticəsi normal olsa da, 2024-cü ildə pap smearda elsil aşkar olunmuşdur. Elsil aşkar olduğu üçün və kolposkopik müayinədə deməli tak 3 deməli tak 2 aşkar olunub. Yəni bu transformasiya zonası 2 və bu xəstəyə biopsiya olunmuşdur. Biopsiya nəticələrinə görə cin 1 aşkar edilmişdir. Pasiyentə omeloterapiya təyin edilmişdir. Omeloterapiya bir neçə aydan sonra, omeloterapiyadan sonra pasiyentə təkrar kolposkopiya olunmuşdur, papyaxma götürülmüşdür və nəticələrin normal olduğu görünmüşdür. Ümumiyyətlə, servikal intraepitelial neoplaziyanın müalicəsində təqib necə aparılmalıdır? Ümumiyyətlə, servikal intraepitelial neoplaziya 2 və 3 aşkar olunduğu halda ilk 2 il ərzində 6 aydan bir, daha sonra 20 il ərzində ildə bir dəfə sitoloji müayinə aparılmalıdır. Ciddi bir problemdir. Aşağı riskli xəstələr isə 6, 12, 24 ay sonra sitoloji müayinə olur və nəticələr neqativ olduqda rutin müayinələrə cəlb olunurlar. İkinci klinik hal yenə pasiyent 37 yaşı var. İlk cinsi əlaqə 23 yaşında olubdur. Anamnezində 4 hamiləlik, 2 doğuş, 2 abort olub. Papilloma virusun 16 və 31-ci ştamları pozitiv çıxıbdır. Əvvəlki pap smear nəticəsində askus, yəni önəmi bilinməyən atipik hüceyrələr aşkar olunmuşdur. 2 cinsi partnyor var. Burada mütləq buna fikir vermək lazımdır. Çünki cinsi yola yoluxan infeksiyaların yayılması baxımından. Deməli, kolposkopik müayinədə aşkar olmuş, yəni yenə transformasiya zonası və HISIL-dən deməli şübhə yarandığı üçün histoloji müayinə olunmuşdur. Histoloji müayinənin nəticəsində servikal intraepitelial neoplaziya 2 aşkar edilmişdir. Və bir neçə aydan sonra pasiyent təkrar müayinəyə cəlb olunmuşdur və təkrar müayinədə maraqlı bir şey var ki, cin 2-də nə etdik biz? Cin 2-də lip elədik, yəni eksiz elədik və sonradan omeloterapiyanı apardıq. Və omeloterapiya nəticələri müsbətdir, yəni papyaxma nəticələri də və kolposkopik müayinə nəticələri də dinamikada müsbət effekt vermişdir. Yenə üçüncü bir klinik hal, pasiyentin 23 yaşı var, 21-25 yaşı var, 3 cinsi partnyoru var, papilloma virüs 16 pozitiv. Deməli, anamnezində bir hamiləlik, bir abort olmuşdur. 18 yaşından ilk cinsi əlaqə, bu çox vacibdir bunu vurğulamaq. Həm cinsi partnyorların çoxluğu, həm erkən cinsi əlaqə. Uşaqlıq boyunda deməli papyaxma götürülmüşdür və deməli HISIL aşkar olduğu üçün dərhal biopsiya olunmuşdur. Biopsiyada servikal intraepitelial neoplaziya 3 aşkar olduğu üçün pasiyentə
konizasiya təklif olunmuşdur. Konizasiya və sonradan homeoterapiya və sonraki müayinə nəticələrində də yenə müsbət dinamika aşkar olunmuşdur. Kolposkopik görüntülər normal və pap yaxma görüntüləri nilm, yəni intraepitelial lezyon yoxdur. Mən bir neçə sxemi də təqdim etmək istərdim. Məlumdur ki, ginekologiyada endometrioz çox vacib problemdir. Xroniki ağrılar, sinir sisteminin tükənməsinə səbəb olur və daima cinsi əlaqədə, o cümlədən menstruasiya vaxtı ağrılar problem yaradır. Həm də burada qanlı ifrazatın çoxalması. Bu endometriozun müalicəsində alternativ təbabətdə ənənəvi təbabətdə çox müalicələr təyin olunur. Qanadoterapiya releasing hormonu analoqlarından tutmuş, gestagenlərin müxtəlif sxemlərlə tətbiqinə qədər. Amma biz bir alternativ yanaşma edirik. Helixor A preparatı 1 mg həftədə 3, sonra ikinci həftə 5 mg, üçüncü həftə 20, dördüncü həftə 50, beşinci həftə 50 mg olmaqla inyeksiya olunur. Sonra terapevtik bir fasilə verilir və sonradan dəstəkləyici müalicə etmək olar. Hətta bir neçə ay belə bir dəstəkləyici müalicəni aparmaq olar. Endometriozun müalicəsində omeoterapiyada iynə hara vurulur? Deməli, qasıq qalça nahiyəsinə, budun yuxarı hissəsinə növbəli şəkildə vurula bilər. Aybaşı dövründə terapevtik fasilə verilir. Terapiya ən azı 6 ay müddətində aparılır. Simptomlar azaldıqdan sonra deməli, bir 3 aylıq terapevtik fasilə də vermək olar. Miyomada, uşaqlıq miyomasında da omeoterapiyanı tətbiq etmək mümkündür. O da effektiv bir müalicə sayılır. Və burada seçim preparat kimi Helixor M-i ən çox ginekoloji praktikada bu istifadə olunur. Amma bu allergik reaksiyalarda, autoimmun xəstəliklərdə yüksək həssaslıq olan hallarda Helixor A preparatını da təyin etmək olar. Təxminən eyni müalicə kursu tətbiq olunur. Demək, yenə də inyeksiya yerləri eynidir. Helixor preparatı paratservikal da vurula bilər. Yəni, uşaqlıq boyun ətrafına da vurula bilər. 0,1 millilitr, deməli, papula əmələ gətirənə qədər vurmaq mümkündür. Uşaqlıq miyomasında omeoterapiya klassik və dəstəkləyici sxemlə təyin olunur. Belə ki, yenə də 1 mg-dan artıra-artıra 50 mg-a qədər həftədə 3 dəfə olmaq şərti ilə təyin edilə bilər. Əlbəttə, yerli reaksiyalar da nəzərə alınır, amma dəstəkləyici terapiyada artıq 20 mg-dan başlayırsan, 20 mg, 50 mg, 50 mg belə təyin etmək olar. Deməli, preparatın təyinini, bu dəstəkləyici müalicəni 2 dəfə 14 günlük fasilə ilə təkrarlamaq mümkündür. Süd vəzisində fibroz, kistoz dəyişikliklər olanda da omeoterapiyanı təyin etmək mümkündür. Menopauzaya qədər, məsəl üçün, Helixor P, menopauzdan sonra Helixor M preparatını təyin etmək mümkündür. Yəni, bu həm immun reaksiyaları, həm də şişəliyi artırır və şişəliyi təsir göstərir. Yenə də sxemləri oxşardır. Yəni, bu miyomada olduğu kimi oxşar, yəni dəstəkləyici müalicədə və klassik müalicədə oxşardır. 14 günlük terapevtik fasilə ilə tədricən 1 mg-dan 50 mg-a qədər birinci klassik sxem, sonra isə fasilə, 14 günlük fasilə, sonra da dəstəkləyici müalicə. Yenə də dəstəkləyici müalicəni 2 dəfə təkrarlamaq mümkündür. 14 günlük terapevtik fasilə. Əlbəttə, burada mammoloqun da bizə konsultasiyası lazımdır. Ultrasəs müayinə, bir detallı ultrasəs müayinənin aparılması olduqca vacibdir. Diqqətinizə görə minnətdaram. Suallarınızı eşitməyə şad olarım. Sağ olsunlar. Mən də təşəkkür edirəm ki, diqqətlə qulaq asın. Nativan xanım, Bartolinit onkoloji xəstəliyin başlanğıcı ola bilərmi? Yalnız herpes pozitivdir müayinədə. Yox, Bartolinit hamımız bilirik ki, bu ayrıca bir nozoloji vahiddir. Dəhlizin böyük vəzlərinin iltihabı xəstəliyidir. Bəzən onun altında başqa onkoloji xəstəlik gizlənə bilər. Yəni, onu müşayiət eləyə bilər Bartolinit. Amma ayrıca bir Bartolinitin özü
İltihabi xəstəlikdir. Bu tamamilə başqa bir nozoloji vahiddir. Onun müalicəsi iltihab əleyhi preparatlarla aparılır və abses verirsə, əlbəttə onu yarıb, marsupializasiya ilə təkrarlananda isə onu tamamilə ki, deməli tamamilə onun yatağından çıxartmaq lazımdır. Çünki o residiv verirsə, artıq bu müalicənin effektsizliyini göstərir. Yəni bundan yaxa qurtarmaq lazımdır. Yəni tamamilə başqa bir şeydir. Onun yaranmasının səbəbləri herpesdən çox, herpes deyil. O bəzən cinsi yola yoluxan infeksiyalardan olan qonariyadır. Çünki o axarı bağlayır, onun kanalın daxilində axarı bağlayır və retensiyon törəmə yaradır. Orada ikincili infeksiya qoşularaq belə bir problem yaradır. Buyurun. Son zamanlar papilloma virusunun bu qədər sürətlə yayılma səbəbini nə ilə əlaqələndirmək olar? Cinsi partnyorların çoxluğu və çox partnyorlu partnyorların olması. Yəni bu çox vacibdir bunu müqavimədə qeyd etmək. Cavanlar arasında cinsi yola yoluxan infeksiyalardan qorunmanın icra olunmaması, erkən cinsi əlaqələrin olması, bizim bilmədiyimiz bəzi məqamlar var. Yəni indi tamamilə başqadır. Erkən cinsi əlaqələr çoxdur və çox partnyorluq çoxdur. Ona görə də belə infeksiyalar çox yayılır. Bir də düzdür, biz baxırıq kim necə baxır buna. Papilloma virus infeksiyasına görə vaksinasiyanın olunması da bir çox dünya ədəbiyyatlarında çox vurğulanır. Belə ki, əksinə vaksinasiya biz bilirik nə vaxt aparılır da. Yəni cinsi əlaqəyə girməmiş, cinsi yetişkənlik dövründə olan qızlara vurulmalıdır. Amma son illər tədqiqatlar aparılır ki, papilloma virus olan pasiyentlərə də, hansı ki uşaqlıq boyunda dəyişikliklər var, müalicədən sonra təyin etmək məsləhət görülür ki, bu virusların replikasiyasının qarşısını alır. Yəni budur. Yəni papilloma virusunun çox yayılma səbəbləri. Buyurun. Natimə xanım, elə yəni məlumat vermişkən, amma o müalicə deyil də, o profilaktikadır. Bəli, profilaktikadır, o profilaktikadır. Yəni Helixorla o eyni deyil də. Bəzən həkimlər sual verir, o da vacibdir, sözsüz profilaktikadır, müxtəlif növlərdən qorunmaq üçündür. Amma bəli, o profilaktikadır. Yoluxursa artıq müalicəyə keçmək lazımdır və gördüyün kimi klassik və dəstəkləyici müalicə təyin olunur. Yəni Helixorla preparat bizim bioloji təbabət klinikasında da buna müsbət nəticələr aldığımız variantlar olub ki, məsəl üçün papilloma virusu aşkar olunan pasiyentlər qısa müddətdə müalicədən sonra papilloma virus infeksiyası eradikasiyası baş verib. Yəni müsbət Rəna xanımın da bu sahədə işləri var, mənim də özümdə pasiyentlərimdə var müsbət dinamika. Yəni çox yaxşı effekt alınıb. Pasiyentlər də hətta razıdırlar bundan. Düzdür, əlavə təsirləri olur. Yəni bu da bir preparatdır da, yəni seçilmiş bir preparatdır. Yəni ona da məsələn qızartı şəklindəmi, allergik şəklində. Şəxsən mən özüm istifadə eləmişəm, biraz allergiya verib, amma sonradan biraz fasilə eləyib təzədən əvvəlki doza ilə başlamışam. Məsələn, mənim özüm də istifadə edirəm bu dəqiqə onu. Natimə xanım, belə sual var ki, allergik reaksiyalar hansı tezlikdə rast gəlinir? Yəni, böyük bir statistik araşdırma yoxdur, amma orqanizm fərdidir də reaksiyası. Məsələn, allergiya meyilli olan pasiyentlər daha çox bu reaksiyalarla üzləşirlər. Tərkibi göründüyü kimi zəngindir. Hansısa bir ingredientinə cavab verə bilər. Yəni, onun haqqında bir statistik araşdırma aparılmayıb, amma bunu işləyən həkim, fərdi pasiyentlərlə işləyən həkim görür. Ya qızartı şəklində, ya qripə bənzər dəyişikliklər şəklində, ya temperatur reaksiyaları verir. Ən çox da qızartı şəklində reaksiya verir. O qızartının da ölçüsündən asılıdır da. Yəni çox kiçik 5 sm, bayaq göstərdim kiçik, ondan böyük ölçülər ola bilər. Yəni 5 sm-dən iri ölçülər biraz diqqət tələb edir ki, yəni bu xəstəyə diqqətli olmaq lazım. Çox nadir hallarda ümumi övrə kimi səpkilər müşahidə oluna bilər. Amma o 5 santiyə qədər qızartının əmələ gəlməsi əslində o reaksiyadır, müsbətdir. Çünki 5 sm orqanizmin reaksiyasını göstərir. Görürsünüzmü? 1 mg-a reaksiya vermədə 5-ə qaldırırıq, sonra 10-a qaldırırıq. Yəni orqanizmin reaktivliyini artırmaq üçün, cavab reaksiyasını artırmaq üçün dozanı artırırıq. Yəni baxır hansı dozada bu reaksiyanı verəcək. Reaksiya verməyi özü də yaxşı şeydir, amma kiçik qızartılar şəklində olsa daha yaxşı olar. Böyük qızartılar deyir ki, yəni orqanizm hiperreaktiv vəziyyətdədir. Onu biraz söndürmək lazımdır. Düzdür, burada glikokortikoidlərdən istifadə olunmur ki, orqanizm immunsuppressiv təsir göstərmək üçün.
Uzaqbaşı antialergik bir preparatdan istifadə etmək olar. Tablet şəklində sitrizin məsəl üçün istifadə etmək olar. Amma bu da keçici bir haldır. Yəni keçici bir haldır. Yəni əvvəlki dozaya qayıtmağa imkan verir. Aha. Əvvəlki doza sanki bədəni öyrədir də ona, Bəli, uyğunlaşdırır bəli, və bəli, yüksək dozaları əldə etmək mümkün olur. bəli. E, Bir də belə bir sual var ki, profilaktik istifadə etmək olarmı? İstifadə etmək olar, orqanizm immun müdafiə qüvvələrini artırmaq üçün istifadə etmək olar. Yəni xroniki xəstəliklərdən, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər hazırda remissiya mərhələsindədirsə, istifadə edə bilərlər. Bu orqanizm immun müdafiə reaksiyalarını daha da artırır. Bir sual da var. Kistoz, fibroz, mastopatiyada M forması istifadə olunur Helixorun. Ümumiyyətlə, qadın cinsiyyət orqanlarının problemlərində M forma daha çox istifadə olunur, amma allergik reaksiyalar, autoimmün reaksiyalar varsa, A formasından da istifadə etmək olar. Yəni daha aydın olmaq üçün məsələn fibroz, kistoz, mastopatiyası var, həm də revmatoid artriti var. O artıq A formasından A-dır, istifadə bəli, edəcək. bəli, A-dan Autoimmun istifadə. xəstəlikləri Bəli, varsa. bəli, 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 Yəni bəli. həkimlər bilsinlər ki, o 5 santiyə qədər yaxud 5 santdan biraz yuxarı qızdırma, o belə qızartı bu allergik reaksiya deyil. Allergik Arq reaksiyadır, amma dərmanı kəsmək burada əsas deyil də. göstəriş deyil də. Bəli, göstəriş Göstəriş deyil. deyil. Bəli, bəli. Miomanın ölçüsü neçə santimetrə kimi olsa effektli olur? Hamımız bir mama ginekoloq kimi, burada görürəm ki, mama ginekoloqlarda çoxdur. Hamımız çox gözəl bilirik ki, miomanın ölçüsü, biz onu həftəliklə göstəririk. 12 həftədən iri miomalar artıq qonşu orqanları sıxma qabiliyyətinə malikdir. Simptomlar verirsə, qanamalar verirsə, bunlar çox vaxtı cərrahi əməliyyat tələb edir. Əlbəttə, qonşu orqanların sıxılma əlamətləri yoxdursa, hemorragik, posthemorragik anemiya nəzərə çarpan anemiya yoxdursa, təkrarlanan qanaxmalar yoxdursa, ölçüsü məsələn 12 həftəyə qədər olan miomaları müalicə etmək mümkündür. Çünki onlar qonşu orqanları sıxmırlar, yəni klinika vermirlər. Yəni uşaqlıq boynunda və uşaqlığın aşağı segmentində olan iri həcmli miomalar özləri də uşaqlığın yığılmasına mane olur və belə miomalar çox vaxt əməliyyat tələb edir. Əməliyyat tələb eləməyən hallarda müalicə etmək olur ki, məsələn onlar böyüməsin, və yox olması söhbəti yoxdur, amma ən azından böyüməsin və yaxşı müalicə belə hallarda yaxşı effekt verir. Yəni etmək olar. Yəni cərrahi əməliyyata göstəriş yoxdursa istifadə etmək olar preparatlar. Helixor HPV vaksinini əvəz edə bilərmi? Onlar ayrı-ayrı şeylərdir. Aha. Bir şey onu əvəz eləmir. Demək olar ki, siz cavablandırdınız bayaq. Bu bilirsiniz nəyə oxşadı? Bir dəfə mən böyük bir konfransda çıxış elədim. Çox maraqlıdır ki, ginekoloq bu sualı verdi. Mən Traumeldən danışırdım. Həkim durdu, dedi ki, bəs traumalı belə istifadə etmək olmaz. Bu traumal bilib, traumeli. Əslində traumal hamımız bilirik ki, başqa şeydir. Bir hərfin dəyişməsi, hətta vurğunun dəyişməsi çox şeyi dəyişir. Yəni boruların iltihabında bioloji təbabət nə kömək göstərə bilər? Yəni bioloji təbabətlə. Sizə inandırım ki, bu boruların əgər vərəm prosesi yoxdursa, cinsi yola yoluxan infeksiyalar yoxdursa, yəni antibakterial müalicəyə ehtiyac yoxdursa, xroniki iltihabi xəstəliklər varsa, boruların müalicəsində antiqomotoksik preparatların olduqca böyük rolu vardır. Məsələn, bunun haqqında bizim Azərbaycan Respublikasının Tibb Universitetinin 2-ci Mamalıq Ginekologiya kafedrasında bir Ülviyə xanımın maraqlı bir dissertasiya işi var idi. O vaxt yadınızdadırsa bizim bir grafitis preparatımız da vardı. Metradneksin, Yel, Traumel, grafitis. Bunlarla çox uğurlu bir nəticəyə imza atdı və çox yaxşı nəticələr aldı. O bitişmə proseslərində çox yaxşı həm regional olaraq vurulması, həm əzələ daxilinə vurulması çox yaxşı effekt vermişdi. Qardaşin peyvəndi vurulması ilə Helixor tədavisinin üst-üstə düşməsi haqqında fikriniz nədir? Bir-birinin təsirini zəiflədərmi?
Yaxşı olar ki, bir preparat qurtarılsın. Məsələn, ta ki, Gardasil qurtarılsın, ondan sonra Helixor preparatına keçmək olar. Yəni, ümumiyyətlə, iki müxtəlif preparatları eyni anda təyin etmək də o qədər effekt vermir. Müsbət dinamikanı görəndə biz bilmirik hansından aldıq müsbət dinamikanı. Əlbəttə, Gardasil profilaktika üçün vurulur. Helixoru biz burada yəqin ki, bir iltihabi proses var, yəqin ki, bir dəyişiklik var ki, Helixoru istifadə edirik. Yəni, biri müalicədir, biri profilaktikadır. Bunları bir-birinə qarışdırmaq lazım deyil. Yəni yaxşı olar ki, profilaktika əgər heç bir ciddi bir göstəriş yoxdursa, məsələn, Qardasili almaq, ondan sonra dalıca məsələn Elixoru almaq yaxşı olar belə bir müalicə olunsun. Birini o birisinə qatmaq lazım deyil. Aha. Hashimoto xəstələri qəbul edə bilərmi? Bəli, və orada dedilər autoimmun xəstəlikləri olan Helixor A-nı qəbul edə bilər. Yəni Hashimoto xəstələrində bizim özümüzün məsələn antihemotoksik preparatımız da var. Məsələn, tireoideya kompozitum çox gözəl effekt verir. Məsələn, çox autoimmun tireoidi olan pasientlərdə mənim özümün də bu barədə bir məqaləm var idi. O vaxtı deməli bu tibb jurnalında çıxdı. Moskopsa düşüb o jurnal. İndi hal-hazırda Alyatsiyası Komissiyasının siyahısında olan jurnaldır. Bizim Belarus Tababət Klinikasının da bu jurnalı var. Artıq Bioloji Tababətə aid jurnal, yəqin ki, sizə təqdim olunub. Orada da mənim belə bir məqaləm var, tireoideya kompozitum preparatına aid. Siz ondan yararlana bilərsiniz, oxuya bilərsiniz o məqaləni. Buyurun. Oldu, Natəvan xanım. Suallar bitdi. Sizə hamı təşəkkür edir. Sağ Mən də olsun. ümid edirəm ki, həkimlər üçün aydınlaşdı bu preparat. Bəli. Yəqin ki, başlayıb ürəklə, rahatlıqla istifadə edə biləcəklər. Hə, çox sağ olun sizə də bu dəstəyinizə görə və bizim tibbi biliklərimizi paylaşmağa imkan yaratdığınıza görə Belarus Tababət ailəsinə özlərim minnətdarlığımı bildirirəm. Bizim həkim yoldaşlarımıza da minnətdarlığımı bildirirəm ki, belə aktiv surətdə demək axıra qədər oturub bütün sualları verməklə məni dinlədilər. Bir daha minnətdarlığımı bildirirəm. İnşallah növbəti görüşlərdə daha maraqlı mövzularla sizin qarşınızda çıxış edərik. Sağ olun. Sağ olun. İnşallah. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Hı hı.